Hər kəsə salam uşaqlar. Çoxdandır gözlədiyimiz Elsəvər və Mirabbaz sparingi bu günləri baş tutdu. Bu videonun sonrası davamında sparingi bütöv şəkildə paylaşacağım. Sparingi paylaşıram və onun altından hər kəsə buradan müraciət edirəm ki, Mirabbaz və yaxud da Elsəvər kimin döyüşünü bəyəndirsə altdan yorum hissəsinə fikirlərinizi yazın. Və kim istəyirsə əlavə, uşaqlar özləri də öz videolarına, öz səhvlərinə baxacaqlar. Onlara təbii ki, təcrübəli olan boksçulardan söhbət gedir və yaxud da boksda anlayışı olan insanlardan səhvlərini kommentlərdə bildirə bilərsiniz. Açıq hamımız bütün səhvlərə. Təbii ki də səhvləri var idi. Bu səhvlərin üzərində də məşq eləyib təkmilləşdirəcəklər. İndi döyüşlə bağlı istəyirəm ki, Elsəvər, birinci səndən başlayaq, fikirləri bölüş, insanlar sənin döyüşünü izləmədən öncə birinci rəqib haqqında da danışa bilərsən, öz səhvlərin haqqında da danışa bilərsən. Buyur. Yenə həmişəki kimi bir təcrübə idi mənə görə də. Qəşəng sparing getdi. Axıra kimi getsəydi lap yaxşı idi, amma mən də axıra yorulurdum da, yavaş-yavaş. İnşallah ki, mən də düzəldəcəm. Mənim də səhvlərim var idi. Rəqibimdə düzdür, daha çox idi o artırmalı, amma məndə də səhvlər var idi. Video baxandan sonra biləcəyik. Yaxşı, belə bir sual verim də sənə. Özün döyüş prosesində özünü necə hiss edirdin? Özümü necə hiss edirdim? Orada o momentdə heç onun fikirləşəcək şeydə deyildim, amma həyəcan bir tərəfdən, adrenalin bir tərəfdən, bilmirsən də, rəqibin zərbələrin gəldikcə, o fikri tez çatdıra bilmirsən də, Bəs yaxşı, sən belə deyək də, rəqibdə hansı səhvləri gördün döyüş əsasında? Hansı səhvləri? Zərbələrdən çıxıb mənim yaxınıma girməli idi, uzaqda qalırdı. Mənim boyuma görə o yaxına girməli idi. Sonra texnikası yoxdur, belə tez yorulur. Yorulmanı ikinci raundda çönürdü. Elə adətdə çönməyi, sıxandan sonra çönür. Bəs yaxşı, səncə sən öz döyüşünü döyüşə bildin, yoxsa? Tam olaraq yox. Nəyə görə? Səbəb? Mən də axırdan-axıra yorulurdum, mənim də tam deyildim. Yorulmağın səbəbi nə idi bəs? Yorulmağıma səbəb, belə düzü əvvəlcən ayaqlarım yorulurdu. Crossdan zatdan sonra düzəltmişəm yavaş-yavaş, amma dixeniya var. O da şirniyyatdan zatdan olub, bir-iki dəfə şirniyyat. Yeməyə tam fikir verməmişəm. İdmançı nədir, şirniyyat nədir, çörək nədir? Yeməyə fikir verməmişəm ondan, yoxsa yaxşı idim bundan. Əvvələ baxanda yaxşı. Necə? Əvvələ baxanda yaxşı. Sən bütün fikirləri sən də izah elə, bölüş bizlə. Mən də səhvlərim çox idi, həddən artıq. Məsəl üçün, ayaqlarda oynamağım, həddən artıq çox oynayırdım. Yerli yersiz, özümü çox yorurdum. Əsasən 3 raund olur, biz o 3 raundda özümüzü nizamlamalıyıq da ki, birinci raund necə döyüşmək lazımdır ki, axır 3 raundu dözmək lazımdır ki, orada yorulmayasan da. Mən də həddən artıq onlara riayət eləmədim. Ayaqlarda daha çox yersiz oynadım və özümü yaxşı göstərə bilmədim də, yaxşı döyüşə bilmədim. Biraz yoruldum və sonra da yorulandan sonra da ki, biraz yavaş-yavaş düşməyə başlayır da, yorulurdum, gördüm ki, çox zərbə buraxıram. Ona görə də məncə biraz zəif döyüşdüm, yaxşı döyüşmə, ürəyimcə olmadı da, belə desək. Bəs yaxşı, rəqib haqqında nə deyə bilərsən? Rəqibə də heç nə, çox yaxşı idi, pistörдü. Onun da səhvləri var, mənim də səhvlərim var, mənim səhvlərim ona daha çox idi. İndi onun biraz da təcrübəsi var, o biraz da məndən indi çoxdur təcrübəsi, məndən çox məşq olub. O da şərtdir, amma pis deyil, o da yaxşı döyüşürdü. Buradan izləyicilərə nə demək istəyirsən? Heç bir şey. Çünki çoxsu həqiqətən də ring görməyən insanlardır, komment yazanların. Bəli, o ringdə əsasən qıraqdan fikir bildirmək asandır. Mən də əvvəllər idmançılara baxırdım. Məsələn, özüm deyirdim ki, mən də olsaydım, belə döyüşərdim, vurardım, amma onu elə demək olur da. Belə o ringin içinə girəndən sonra görürsən ki, oranın nətər deyim, belə aurası başqadır. Özü biraz başqa hiss edirsən. Həm çox həyəcanlanırsan, həm yorulursan, həm məsəl üçün o qarşındakı rəqibi də məsəl üçün tanımaq lazımdır. Onu da biraz zərbə atdıqca hər zərbəsində özünü itirirsən də, yetər deyim. Belə çaşqınlıq gəlir. İlk zərbədən sonra çaşqınlıq gəlir. Özü orada toparlanmalısan ki, gərək yaxşı döyüşəsən. 3 raund dözə biləsən. Onlar hamısı şərtdir. Ona görə də qıraqdan fikir bildirmək elə yaxşı şey deyil də. Gərək hörmətlə yanaşasan. Hamısına hörmətlə yanaşmaq lazımdır. Çünki onlar da əziyyət çəkir, idmançıdır. Orada pis bir şey yoxdur ki, adam döyər də, döyülər də. Orada heç bir şey qınamalı, heç bir səbəb yoxdur. Afərin uşaqlar, sizi təbrik edirəm bu döyüş üçün. Çox sağ olun. Növbəti döyüşə daha yaxşı hazırlaşmaq lazımdır.
Təbriklər uşaqlar. Gedin əyninizi dəyişin. Gəldik bura. Həzanlandı yox. Həzanlandı. Əllərim əsir. Əllərin zat dəsi. Həqiqi. Niyə? Mənim. Ana sənə çıxıb gəlmişəm. Özü pis eləmirsən? Yox mənim. Əgər istəmirsənsə vuruşma. Yox, qorxmuram. Prosta yas həzanlandı. Həyəcan hamıda olur da. Sən həyəcanlı deyilsən. Həyəcanlısan. Diqqət, hazır ol. Sakit. Uşaqlar, səliqəli döyüş göstərmək lazımdır. Qaydaları bilirsiniz, başın arxasında vurma olmaz, açıq vurmaq olmaz. Ən əsas məsələ. Açıq vurmayın, belə olmaz. Zərbəni də salam aleyküm. Hazır ol, görüşdük. İkimizə də uğurlar. Diqqət! Hazır ol. Boks. Əlləri qaldır çəniyə. Çox ayaqlarda oynama, yorularsan. Hiss elə. Uzundur. Uklon nuroklarla girir, onun boyu uzundur. Qaldır əlləri, yapışdı çəniyə. Aysa. Arxavı çevirmə, gör. Rəqibin zərbəsini gör. Aysa. Hiss elə, aysa. Yaxşı deyilsə və, bax belə uzaqdan işlə, uzaqdan. Danışığı kes orada. Devam. Axırıncı dəqiqə. Stop! Ay, neyinsən sən? Nəfəsən kəsilir ki, buram. Ayağı qaldırmaq nə deməkdir? Sən kickboksdasan, Muay Thai-dır bura yoxsa? Hazır ol. Olmaz bir də elə şey. Qaldır başımı. Boks. Davam elə. İşdə, sən işdə. Komanda verilibsə işdə. 10 saniyə. Stop! Vaxtı. Hər öz küncünə dincəlin gəlir. Su verin uşaqlar onlara. Salam aleyküm. Hoş gəlmiş. Kickboksa gəlmək istəyir, oğlum. Yox, kickboks deyil, bizdə boksdur. Boksdur sırf. Sən təşkilini... Mən axmaya yazmışdım, mən demişdim sənə boksdur. Bizdə heç vaxt kickboks olmayıb. WhatsApp-la yazmamısan mənə. O uşaq deyilsən sən. Ha, elə bildim olsun. Yox, bizdə ancaq boks. Kickboks var burada, amma mən deyiləm müəllim. Aşağıda nömrə var, onlarla danışa bilərsiniz. Boks olsun deyəndə, Jack Kickboks yapaq. Sizə hansı günlərdir? 2, 4, 6, 3 smen var. Bir səhər onun yarısı, biri saat 5-də, bir də axşam 8-dədir. Qrup məşqləri 80 manat. 2, 4, 6, 4. Bəli. Peki kickboks nə vaxtı? O aşağıda nömrə var, onun ayaqı saxlayarsın, maraqlanarsın. Yaxşı. Bildim. Yox. Sağ ol. Hazır ol.
Meşokda işləyirik, qarına sərbəst. Korpusa. Diqqət. Hazır ol. Boks. İşte. Az danışa kişi. Devam edin. Soykabı dəyişmə, əlləri qaldır qoy səniyə. Yaxşı, Elsəvər, yaxşı idi bu. Stop, stop, stop. Uzaqlaşma, uzaqlaşma. Arxamı çevirmə. Boks. Səliqəli, arxa, stoykavı çevirmə, bala. İşte də Elsəvər, nə gözləyirsən? Devam elə. Hə, sıx, sıx, sən işlə. Əllər çənədə, əllər çənədə, Mirah bas, bıraxma. Stop, stop, stop. Ay, dalımı niyə çevirirsən? Bu nədir? Vuruşmaq istəmirsənsə düşürdüm sən aşağı. Özü pis eləmirsən? Yorğunsansa saxlayayım. Hə? Ay bala, getmirsə saxlayayım da. Burada yəni utanılacaq çəkilərsə heç yoxdur. Vuruşursan, keç ora. Əllərini qaldır, səliqəli vuruş. Giz-giz hərəkətlər eləməkdən yorulursan. Boks. Qarına da işlə də, boyu uzundur, qarın baş işlə. Fikirləşmək lazımdır da belə şeyləri. Uklon-müroklarla gir üstünə, qarın baş işlə. Əllər çəniyə hər zərbədən sonra. Qaydır əllər çəniyə. Davam elə də sən nə gözləyirsən? Sən işlə. İşlə sən də. Ay sağ, çıxdın zərbə. Hə, davam elə. Davam elə. Görsən, vurmaq lazımdır. Ay sağ, vurmaq lazım, sıx. Hə, sıx, sıx, sıx. Stop. Ay, arxavı çevirmə. Olay 30 saniyə. Boks. Davam elə, sıx sən. Sən sıx. Sıx sən. Stop. Boks. Ay, sıx sən. Mən komanda vermişəm, görürəm də, sən sıx. Davam elə, tutma. Sıx sən. Hə, sıx. 5 saniyə. Stop. Vaxtdır. Bəs eləyir. 3 raunda ehtiyac yoxdur. Gəl bura. Kaskağı çıxart. Qapanı çıxart, gəlin bura. Dincəlin uşaqlar. Bax, gör çəkir o nihat. Kafanı çıxart. Hə, Misir. Mirah bas, mən sənin adını səhv deyirəm. Saatlı balası. Tovuzlu balasını çağırmışdın sparingə. Meydan oxumuşdun. Bəs mən sənə sual verdim axı. Hazırlığın nə yerdədir? Dedin, gedəcək. Sən nəsə xoşuma gəlmir. Sən belə döyüşmürsən, yaxşı döyüşürsən. Bu gün sənə nə olub belə? Hə? Yox, reallıqları deyil. Bəlkə nəsə teman var, biz bilmirik. Qolva baxırsan tez-tez, nə olub? Neyse, mən analiz götürmüşdük. Nə vaxt götürdü analizi? Hə. Keçən dəfə? Əsas o da bu gün götürməyib ki? Yox, yox. Şurada, o analizin sənin döyüşməyə nə adiyyəti var? Yox, yox, soruşsuz qolan olub. Yorğunsan? Gecə yatmısan? Niyə? Bilirdin bu gün sparingin var. Yox, mənim. Hə. Prosta evdəkilər gəlmişdi. Hə, neysə, o söhbətlər lazım deyil. Qulaq asın uşaqlar. Eyb yox. Əlaydı hər şey. Növbəti dəfə daha yaxşı hazırlaşmaq lazımdır. Sparing başqa şeydir. Qıraqdan hamı bir-biri üçün sözlər deyə bilər, amma sparingdə başqa şeydir. Yaxşımı? Gələn dəfə daha sərgəli, daha yaxşı döyüş göstərmək lazımdır. İkimizə də uğurlar, ikimizi də təbrik edirəm. Uzaqlaşın, aqressiya harada qalır? Ringdə, düşdünüz aşağı.